Bu bulvarda olan bu skuter biabırçılığı adlanan bir məsələ ilə mən bir silsilə videolar çəkdim, müraciətlərimi elədim. Həmən o müraciətin nəticəsində günlərin bir günü bir də görürəm ki, bir telefon zəngi gəlir mənə. Açıram görürəm ki, Bakı Bulvar İdarəsindən bir nəfər zəng eləyib. Neysə söhbət elədik, xoşbeş. Başladılar ki, o videoda siz biraz nahaq yazmışsınız, düz yazmamışsınız, düz çəkməmişsiniz. Dedim, neyi düz çəkməmişəm? Hə? Dedim, hə, gör neçə ildir, bax bu neçə ildir də. Siz bax bu həmən bu bulvar idarəsində, bax, götürmüşsünüz, bax bu xəttləri çəkmişsiniz, düz deyil, bu bir. Hər yerdə də bulvarda sizin mühafizəçiləriniz durub. Biz ama həmən bu bulvara uşaqlarımızı həmişə götürürdük onun üçün ki, canımız rahat olsun. Ki uşaqda olan o enerji var ha, tam şəkildə onu bıraxsın da. Yəni uşağı belə bıraxa bilir ki, getsin, ürək istəyən hərəkəti eləsin. Amma ki bura gələndə, halbuki indi biz hamımız otururuq iynə üstündə. Nəyə görə? Qorxuruq ki, kimsə qıraqdan gələr həmən bu skuterla uşağı vurar. Başa düşürsünüz? Sizin də burada bu hər addım başı bu mühafizəçilərimiz də durublar. Polis də buranı patrol eləyir. Hətta burada polis idarəsi də var. Yəni heç kim buna bir reaksiya vermir. Yəni qıraqdan gələn naməlum belə qaraqura gedələr burada açıq-aşkar, yəni ki skuter satırlar qıraqdan. Özü də ki satanların da hamısı az yaşlılardır. İndi siz baxın görün ki onu təşkil eləyənlər var. Gör necə bicbaladılar o dişləyib çıxanlardan da. Başa düşdünüz ki o momentdə fikirləşiblər ki uşaqları qoyaq bura, sabır neysə olsa uşağı məsuliyyət daşımıraq öz yaşına görə. Yəni ki yetkinlik yaşına çatmayan nərdir hamısı. Kim ki burada bu məsələni fırladır. Fırladır ki yəni ispanitlər də icraçılar. Başa düşdünüz? İndi mənə maraqlıdır. Ay bulvar idarəsi. Sən belə elə aparsa özünü ki, güya ki sənin xəbərin yoxdur ki, bunlar hardan. Yəni həmən o skuterları elə zaryadka eləyirlər, charge eləyirlər. Elə mən sənə deyim də hardan da. Get bu böyük perixodlar var ha. Axşam vaxtı elə onların diblərindən elə oradan da zaryadka eləyirlər. Yeri gəlsin bəzi inzibati binalarda hansı ki elə Bakı bulvara aid olan yerlərdə onların ambarları var. Hə? Kimlər deyə onları? Əgər bizdə cəriməsi var, mənə deyirsiniz ki, onun cəriməsi var, 40 manatdır. Ən aşağısı əgər onun cəriməsi varsa, bunun sayınları var da. Sayın yəni ki, yazılar. Götürün bütün bulvar boyu, yapışdırın onu. Heç olmasa bir psixoloji faktor kimi cəmaat üçün ki, yəni ayrılan yollardan kənarda skuter sürüləndə bunun bir məsuliyyəti var, bunun cəriməsi var. Heç onu da eləməmişsiniz axı. O gün baxıram, görürəm ki 2-3 dənə yerdə o tərəflərdə qoymusunuz. Halbuki hər yerdə olmalıdır o. Yəni bunu məsələni çözmək üçün sizin kifayət qədər qüvvəniz var. Ən əli birinci saysaq sizin bu mühafizəçilərinizi, əgər sizin mühafizəçiləriniz bununla bacarmırsa, onda sual gəlir çıxır ortaya, onda nəyə saxlayırsınız? Nə üçün onlara maaş verirsiniz? Nə üçün o pulları oradan silirsiniz? Ya nə edirsiniz? İndi onu özünüz bilərsiniz. Mənim heç vecimə də deyil, mənim maraqlandırmır. Kim oradan qazanır, qazanmır. Mənim istədiyim bir dənə odur ki, mən uşağımı götürəndə bulvara rahat şəkildə onu buraxa bilim. Onu da mən indi eləyə bilmirəm. Baxmayaraq ki, həm hüquqi baxımdan bunun cəriməsi var, baxmayaraq ki, həm sizin, necə deyərlər, bulvar idarəsinin bu boyda burada mühafizəsi var, bunlar heç biri işləmirlər. Ona görə şəxsən mən utanım, girim yerə, bax, sizə görə. Bu qədər qəlbdən qəlbə.